Bir nəfər alim danışır ki, dostum dedi görüşək, neçə vaxtı görüşmürdük. 30 yaşındaydıq bir vaxt, cavan idi. Gəldi dedi ki, dəhşətli dərəcədə sıxıntılarım var, problemlərim var. Deyir, ürəyimdə demin qoy sözün qutarsın, mən də ruhaninin işinədir. Nəsiyyət eləyərəm ki, səbirli ol filan. Deyir, bu dərdlərin danışdıqca, deyir, mən dəhşətə gəldim, dedim, valla buna söz danışmağına dəyməz. Bu elə bir haldadır ki, mən ona nəsə desəm əks təsir göstərir. Yaxşısı budur, mən heç nə danışmayayım. Deyir, bu problemlərin saydı, sadaladı, bitirdi. Deyir, baxın, mən necə yaşayayım, necə eləyim. Deyir, daha çox ağır idi dərdləri. Heç nə danışmaq qərarım yox idi. Amma birdən Allah dilimə saldı. Allah fikrimə saldı. Dedim ki, neçə yaşım var? Dedi, dostluqda bilirsən, yaşadıq. 30 neçə, 32 məsələn. Dedim, bu 32 il necə gəlib keçib? Heç bir göz qırpımı. Elədir də, 32 il bir göz qırpımıdır həqiqət. Bir göz qırpımı. Deyirdim, bundan sonra nə qədər qalmaq fikrim var. Bir də inşallah elə ölüm versin, sabah ölümsün birində qalmağım. Yox, dedim, bu söhbətləri qoya qırağa. Məsələn də maksimum, dedim, 40 il. Məsələn, maksimum. Ki, bu da keçəcək bir göz qırpımı. Bir göz qırpımına görə bu qədər hay-həşir salmışsan. Mənə gəldi, elə bir qəlbində hazırlıq vardı. Mən də dilimə düşdü, belə bir sadə də bir söz əslində. Deyirdi da, nə yaxşı söz dedin sən mənə. Bir müddət keçdi, deyir, zəng elədi, deyir, nə yaxşı səni gördüm, mən həyatımı dəyişdim, getdim, işlərim yarımçıq idi, təhsil atmışdım filan, hamısını davam edirəm, əla haldayım. Dedim, valla mənlik bir şey deyil, bu bildiyimiz bir şeydir.